Aha, sınav 12. Birinci sualımız Kutilerin iki çay arasında hakimiyeti dövründə Kutiler. Deməli, Kutilerin hakimiyyəti başlamışdır. Eradan əvvəl 20 Eradan əvvəl 22-ci əsrin əvvəllərində. Əsrin sonlarında davam etmişdir. İdarəçiliyin yerli məmurlara həvalə etməsi Kutilərin mövqeyini gücləndirdimi? Xeyr, tam tərsini zəiflətmişdir. Şəhərlər arası toqquşmalara və daxili çəkişmələrə son qoydu. Bu doğrudur. Mövcud Akkad Şumer idarə sistemini tamamilə dəyişdirdilərmi? Yox, saxlamışdılar. Xarici hücumların qarşısını alılaraq ticarət yollarında əmin-amanlıq qurulmuşdu. Bu da doğrudur. Təqsirlənən şəxslərə hakim özünü müdafiə etməyə icazə verilir-mi? Xeyr. 2 ilə 4 doğru variantımızdır bizim B variantı. Manna hökmdarı Ahşeri Atropatena hökmdarı Artabazdan fərqli olaraq Ahşerinin Artabazdan fərqli cəhətini istəyir. Artabaz harda idi? Eradan əvvəl 36 Fraspa döyüşündə. Deməli, Roma qoşunlarına qarşı döyüşdə qalib gəlmişdi. Söhbət bizdən Ahşerdən gedir. Ahşerdən söhbət gedirsə, Roma qoşunlarının Ahşer əlaqəsi yoxdur. Mərkəzi Asiya hakimiyyətə qarşı baş vermiş üsyan nəticəsində devrilmişdi. Bəli. Eradan əvvəl 650-də üsyan nəticəsində hakimiyyətdən salındı. Dehli sultanlığından fərqli olaraq Teymurilər dövləti. Baxaq. Sərbədarilər üsyanı yatıraraq mavələnlər tabe etdi. Bunu bəzən şagirdlərimiz səhv götürürlər. Yəni, Sərbədarilər üsyanı Teymurilər dövlətinə aid edirlər. Sərbədarilər üsyanı 1365-66-cı ilə aid idi. Sərbədarilər üsyanı. Teymurilər dövləti isə 1370-də yaranmışdı. Ona görə də bu aid deyil. Mühüm ticarət yolları olan Hələb və Şam şəhərləri ələ keçirmişdi. Teymurilər doğrudur. Amma Dehli Sultan oraya qədər gəlib çıxa bilməmişdi. Şimal-Şərqi Hindistan ərazilərinin tabe edilməsi uğrunda mübarizə aparırdı. Dehli Sultan ordusu da oradaydı, eləmişdi. Teymurilər də bəli mübarizə aparmışdılar. Oxşardır. Bu 16-cı birinci yarısında türk əsirli tayfalarla mübarizə nəticəsində süqut eləmişdi. 16-cı birinci yarısında. Bu oxşar cəhətdir. Oxşardır. Bizdən fərqli cəhət istəyirdi. Şimal-Qərbi Hindistana soxulmaq istəyən Monqollara qarşı mübarizə, Teymurlərin Monqollarla mübarizəsi yoxdur. Çıxdıq buna. Deməli, keçirik növbəti suala. Azərbaycanda erkən Tunç dövrünə aid olan qədim ibarət evlərinin yerləşdiyi ərazini göstərək. Hansı ərazilərdir? Deməli, 1. Xaçmazda Sərkərtəpədir, Qazaxda Baba Dərvişdir və Naxçıvanda Kültəpə ərazilərdir. 1, 2, 4. Varmı cavabımız? C variantı. Eder-Venn diaqramını göstərək. Araz çayına kim soruşur? Şirvanşahlar Eldənizlərinin. Araz çayının şimalda olan Azərbaycan torpaqlarında yaranması. Şirvanşahlar Eldənizlər Arazdan şimaldadır. Nəyə görə? Çünki paytaxtını götürür. Eldənizlərin paytaxtı Naxçıvandır. Şirvanşahların paytaxtı Şirvan, Şamaxı və Bakı şəhərləridir. Ona görə A oxşar cəhətdir. İkisində də var. Böyük Səlcuq Sultanlığından asılı hala düşmüşdür. 1066-da. Bu Şirvanşahlar dövlətidir. B variantı. Xorasan Reyhəmədən vilayətlərinin tabe edilməsi. Xorasan Reyhəmədan vilayətləri. Eldənizlər dövlətində idi. Xorasan Reyhəmədanı deməli Xarəmşahlardan döyüşərək almışdı. Daha da bundan əvvəl əsasını qoyan hökmdarımızın adı. Eldəniz. Eldəniz həmin əraziləri Xorasan Reyhəmədan vilayətlərini ələ keçirmişdi. Əbbəkinin dövründə isə əvvəlcə itirilir, sonra bərpa olunur. C variantı.
Monqolların hücumuna qarşı mübarizə, Gürcülərlə ittifaq qurması. Gürcülərlə ittifaq quran Eldəniz hökmdarı Özbək idi. Özbək. Ona görə D-ni yazırıq bura. Xarəzmşahlara qarşı mübarizə aparılması 1225-də deməli mübarizə aparan Eldənizdir. Şirvanşahlar dövləti isə 1227-də Xarəzmşahlara tabe olmuşdur. Ona görə də bu da nədir? Oxşar cəhətdir. 1B, 2C-dir. 3A, A variantı. Saci Qəznəli oxşar cəhət istəyir bizdən. Sacilərlə Qəznəlilərin. Baxaq görə bu iki dövlətin oxşar cəhəti nədir? Türk əsilli sülalə tərəfindən qurulması. Sacilər, Qəznəlilər. Bu doğrudur. Qarluq tayfalarına qarşı mübarizədə məğlub olmaları. Qarluqlara qarşı. Çıxdıq. Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranması. Abbasi, Azərbaycanı Saci Salarilər, Mərkəzi Asiyada Qəznəvi, Qaraxanlı və Samanilər kimi dövlətlər yaranmışdı. Bu da düzdür. Samanilərlə uğurlu müharibə aparması. Abbasilərdə deməli Yusif ibn Əbusacın dövründə var. Samanilərdə hətta Rey şəhərini Samanilərdən almışdı. Qəznəlilər isə Qaraxanlarla birləşib 999-cu ildə Samanilərin ərazisini işğal etmiş və bölüşdürmüşlər. Doğrudur. İslam mədəniyyətinin Əfrasiyab sülaləsi bu Qaraxanlılardır. 1, 3, 4. Baxaq 1, 3, 4 B variantı. ABŞ-ın ərazisinin genişlənməsini təmin edən amillərdən deyil, bəli. Aid olmayanı soruşacaq bizdən. Avropa dövlətləri arasında mövcud olan ziddiyyətlər bu aiddir. ABŞ-ın genişlənməsinə təsir edən səbəbdir, amma bizə aid olmayan səbəb istəyir. Dünya müstəmləkə sistemin iflasa uğraması bu 2-ci Dünya müharibəsindən sonra həyata keçirildi. Türkiyənin Avropa və Asiya qitələrindən kənarda yerləşməsi bu da doğrudur. Yəni genişlənməsinə təsir edir bu. Amma bizə səhv istəyir. Avropa ölkələrində baş verən inqilabi hərəkatların bura bir aidiyyəti yox idi. Amerika qitəsində onun rəqibin olmaması genişlənməsinə təsir edir. Bizə aid olmayan soruşur. 2 ilə 4. Yəni Y variantı. Çətin sual. Uyğunluq gözlənilmişdir. Monqollara qarşı mübarizə aparan Xarəzmşah nədir? Xarəzmşahlara öz ərazisində sığınacaq vermişdir. Sultan Əlaəddin Xələc. Yox. Bizdən uyğunluq istəyir. Bunu eləyən kim idi? Eltutmuş xan idi. Eltutmuş. Çıxdıq. Əmir Teymur Cənubi Qafqaz uğrunda mübarizə apardı. 1-ci Bəyazid. Cənubi Qafqaz uğrunda mübarizə aparmayıblar bunlar. Sonra Polşa Alman qoşunları və Macarlara qalib gəlmişdi. Toxtamış yox, Batı xan idi bu. Vahid ölçüsəki pul sistemi tətbiq etməklə vergi sistemi nizama salmışdı. Əkbər şah, bu doğru variantdır. Böyük Moğol İmperiyasında hətta bura bir əlavəni də eləyək. Əkbər şah, yəni Böyük Moğol İmperiyasında onlarda cizyə vergisi, cizyə ləğv olunmuşdu. Moğol dövlətində. Nəyə görə? Çünki Moğol dövlətində din məcbur yayılmırdı. Dehlildən fərqli olaraq. Xüsusi strateji əhəmiyyəti olan Kipr adasının fəth olunması 1-ci Səlimə yox, 2-ci Səlimə aiddir. 1669. Növbəti sualımız. Şimali Azərbaycan 1912-ci il Aqrar Qanununa görə 12-ci il Aqrar Qanunu kəndli yalnız torpaq nizamnaməməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilər. Doğrudur. Dərbənd quberniyasını 13-də tətbiq olunmuşdu. 13-də. Sonra kəndlilər onların xüsusi mülkiyyəti olmuş pay torpağı satın almalı idilər. Doğrudur. Zaqatala
Bu da 13 aiddir. 12-ci qanun Zaqataliya 13-də tətbiq olunmuşdur. Bir də məhdudlaşdırıldı yazır münasibətlər. Kəndli çəmən, otlaq, meşə sahələri satın ala bilməzdi. Bu da doğrudur. 1, 3, 5 doğru cavabımızdır. Şahidlər, bu məsələyə bir tək baxın. 1847, 70 və 1912 kəndli islahatları mütləq oradan sual verəcək. Uyğunluq. Qarabul və Təbaki 15-ci əsr idarə etməyə aiddir. Qarabul nə iş görürdü? Kəşfiyyat işinə baxırdı 15-ci əsrdə. 1-ə D gedir. A. Səfəvilərin bir aidiyyəti yoxdur. Vilayətin qoşunu toplayan və onların sayını dəqiqləşən məmur Təbaki adlanırdı. C. Müharibə zamanı elatların toplanan qoşunlar idi. Bu heç. 15-ci əsr dedik. D-dir. Şəhərin natural vergi toplamasına nəzarət edən məmur aidiyyəti yoxdur bura. 1D, 2B. Varmı? Elə cavabımız var. A variantı. Deməli. Aha. Gəldik. Əsas məsələlərimizdən biri. Almaniya ildırım sürətli müharibə planı boşa çıxdı və Sovet qoşunları deyiriksə, bu avtomatik 2-ci Dünya müharibəsinə gedib çıxacaq. Çünki orada Şlifen planı da deyə bilər bəzi yoldaşlarımız. Amma Sovet qoşunu əks hücum əməliyyatı ilə Alman qoşunları darmadağın edildi. Bu 1941-ci ildə olan Moskva döyüşü idi. 1941. Onsuz da belə bir şey demişdik. 1914-dəki Marna döyüşü ilə Moskva döyüşünün arasındakı oxşar cəhətdir bu. Marna döyüşü. Nə idi? İldırım sürətli müharibə planının puça çıxması. Toplumun sualıdır. Böyük Britaniya müstəmləkələrdən məhrum olması nəticəsində nə baş verdi? Baxaq görək nə baş veribdi. Ölkənin zəruri ərzaq mallarına olan tələbatını qarşılamaq çətinləşdi. Yox. İqtisadi, sosial sahədə sürətli inkişafa qədəm qoydu. Yox. Sürətli inkişaf olmadı. Avropa ölkələrinin asılılığına son qoyuldumu? Elə bir məsələ yoxdur ümumiyyətlə. Müstəmləkə ayrılan böyük maliyyə resursları daxili inkişafa yönəldimi? Yox. Baxaq. Ölkə kapital ixracı dünyada 2-ci yerdə gerilədir. Düz. Müstəmləkənin məhrum olduğuna görə kapital ixracı azaldı. Sonra Azərbaycan Respublikası 2002, 2009 və 2016-cı illər tarixində oxşar cəhətlərdir. Bu bilirsiniz, müasir Azərbaycan Respublikasını oxumuşsunuz həmin hissələrdir. Azərbaycan müasir 10 illikdə formada gedirdi başlıq. Orada konstitusiya əlavə və düzəlişlərin olması idi. Axırıncı düzəlişdə isə vitse-prezident vəzifəsinin təsis olunması qəbul edilmişdi 2016-da. Uyğunluğu müəyyən edək. Ərdəbil hakimi Şeyx Cüneyd Dağıstan və Şirvana yürüşü. Bu gedir 1460-cı ildə. Samur döyüşüdür. Və burada Qaraqoyunlu hökmdarı Cahanşah Şirvanşahlarla ittifaqa girmişdi. Amma burada deyir ki, Şirvanşah və Ağqoyunlu yazır. Ağqoyunlar yoxdur. Ona görə ifadə səhvdir. Səfəvilərin Şeybani xanı məğlub etməsi 1510. Mərv döyüşündən söhbət gedir. Amudəryaya qədər bütün Xorasan Səfəvinin əlinə keçimi doğrudur. Çaldıran döyüşündə Yeniçərilərin ağır məğlubiyyətə məruz qalması. İfadə səhvdir. Yeniçərilər yəni Osmanlılar demək istəyir. Osmanlılar da qalib gəlmişdir. Heç oxumuruq bu hissəni. Düzdür, nəticə bu Səfəvilərin yox, Osmanlıların əlinə keçmişdir bu ərazilər. Mosta qədər şərqi və cənub-şərqi Anadolu, bir də cənubi-qərbi Qafqaz ərazisi Osmanlının əlinə keçmişdir. Səfəvilərin yox. Ona görə bu ifadə də səhvdir. Osmanlı qüvvələri ilə Səfəvilər arasında Buğurt qalası yaxınlığı döyüş. Bu 1554-dür. Sultan Süleymanın 4-cü yürüşü. Uğur əldə bilmir. Osmanlı Sultanı 1555 Amasya müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Doğru variantdır. 2 ilə 4 doğrudur.
Növbəti sualımız 14 və 15. Aha. 1920-ci il 21 apreldə Sovet ordusu Yalama Bakı əməliyyatına başladı. Aprelin 27-də 28-ci il AXC parlament sonuncu iclasında deputatlar, sosialist deputatların, bax görürsünüz, burada da bayaq deyirsiniz, sosialist deputatlar, yəni Komünist Partiyasına aid olan deputatlar tələbi ilə hakimiyyət müəyyən şərtlərlə yerli müsəlman kommunistlərə təhvil verməli idi. Bəli, bu qərara əsasən Azərbaycan müstəqil qoyulub qoymuşdu qarşısına, saxlanmalı idi. AXC Milli Ordusu Sovet ordusu nümunəsində yenidən qurulmalı idi. Yox. Kommunistlərin yaratdığı hökumət müvəqqəti olmalı idi. Doğrudur. Keçmiş hökumət nümayəndələrinin mülkiyyət, dövlətin ixtiyarı verilməlidir. Xeyr, belə bir ifadəmiz yox idi. Respublika daxilində milliləşdirmə siyasətində imtina edilməli idimi? Xeyr, Sovet hakimiyyəti hər şeyin üstündə milliləşdirilmişdi. Bir də üçüncü məsələ bu ki, Sovet ordusu Bakıya daxil olmamalı idi, amma bu şərtlərin heç birinə riayət olunmamışdı. 1-3 doğru variantdır. 16-cı sualımız. Böyük Səlcuq Sultanı Məlikşahın hakimiyyət dövründə ölkədə daxili sabitliyi qoruyub saxlamasının Bizansa qarşı əməliyyatlara son qoyuldu. Xeyr. İmperatorluğun mərkəzi Həmədana köçürüldü. Paytaxt Həmədan olmayıb Səlcuqlarda. İsfahan idi. Qaraxanlılar məğlub edildi, asılı vəziyyətə salındı və vergi verməyə məcbur edildi. Qaraxanlıları məğlub eləmişdi, düzdür. Konya Ankara şəhərlər Monqollara güzəşt edildi, yox. Konya Ankara ələ keçirilmişdi Məlikşahın dövründə. Ölkələr arası ticarəti bərpa etmək üçün Monqollarla sülh müqaviləsi burada. Bu variantda silib atırıq kənara. İkinci Qarabağ müharibəsinin baş verdiyi ildə xəritədə rəqəmlər göstərmiş bölgələrin erməni işğalının azad edilmə ardıcıllığını müəyyən edin. Biraz əvvəl də var idi bu sual. Buna bənzər sual. İkinci Qarabağ müharibəsində azad edilmiş rayonların ardıcıllığını istəyəcək bizdən. Rayonlar hansılar demişdim sizə, xatırlatmışdım ki, bu xəritəni çalışın, bu hissəni əzbərləyin xəritəni. 1 yenə də Füzuli şəhəridir. 4 Cəbrayıldır. 2 Kəlbəcər şəhəridir, rayonudur. 3 isə Laçındır. Deməli, biraz əvvəl demişdik, əvvəlcə Cəbrayıldan başlayırıq. 4 oktyabrın 3-də, sonra Füzuli 17 oktyabrda. Füzuli 1-dir. Sonra Kəlbəcər 25 noyabrda. Deməli, 2 Kəlbəcər. Axırıncısı 1 dekabrda Laçın idi, sonuncu. 4, 1, 2, 3. Cavabımız A variantı. 18. Azərbaycan Respublikası tarixinə aid uyğunluğu müəyyən edək. Edək. Mətbuat üzərində senzuranın ləğv olunması 1998 bu doğru variantdır. Azərbaycan Respublikası deyir. Yəni 1991-dən üzü bu tərəfə. Aqrar islahatın keçirilməsi 96. AXC-dən fərqli olaraq bəli, keçirmişdir. Belə deyək, mətbuat senzura bu oxşardı. Amma aqrar islahat isə aqrar AXC-dən nə idi? Fərqli idi. Aydındırmı? Fərqlidir. Sonra əsrin müqaviləsinin imzalanması 93 yox 94 idi bu. 94. Dövlət himninin qəbul olunması 91 yox 92 idi. Onu yenə də xatırlatmaq ehtiyacı hiss edirəm. 1991-ci ildə 5 fevral. 5 fevral. Niyə bunu fevralla yazıram, ayın tarixindən? Çünki orada 2 dənə məsələ idi. 5 fevralda qəbul edilən məsələdə bir AXC-nin 3 rəngli bayrağı yenidən qəbul olundu. Azərbaycan Respublikasında, yəni bayraq olaraq qəbul olunmuşdu. Bir də Azərbaycan Sovet Sosialist
Respublikası adından Sovet Sosialist ifadəsini götürdülər, oldu Azərbaycan Respublikası. Ona görə xatırlatdıq. Himnimiz 92-də, yerimiz isə 93-də idi. Növbəti sualımız 19. Azərbaycan SSR və SCR Pişəvər hökumətinin həyata keçirdiyi oxşar tədbirlər, Milli Partiyanın fəaliyyətinin məhdudlaşdırılması, yox, Pişəvərdə belə bir məsələ yoxdur. Varlı kənd təsərrüfatı sıradan çıxarılması, bu Azərbaycan SSR-ə aiddir. Qolçomaqların təsərrüfatını ləğv eləmişdilər. SCR Pişəvərdə isə təsərrüfatını qoyub getmiş şəxslərin, feodalların, yəni mülkləri, feodal deməyək, yəni ümumiyyətlə torpaq sahibi mülkləri alınıb kəndlərə paylamışdı. Aqrar islahat həyata keçirilmişdi. Azərbaycan SSR-də, SCR Pişəvərdə vardı, Azərbaycan SSR-də də var idi. Azərbaycan SSR yarandıqdan sonra bəzi torpaq mülkiyyət formalarını xatırlayırsa ləğv eləmişdi. 20-ci ildə Müvəqqəti İnqilab Komitəsinin həyata keçirdiyi Konstitusiyanın qəbul edilməsi Pişəvərdə yoxdur. Kollektivləşməyə qarşı üsyanların yatırılması, kollektivləşməyə qarşı bu da Azərbaycan SSR-ə aiddir. Cavabımız C variantı. Pişəvərini mütləq oxuyun. Demişdim, sizə bir dənə xatırladım. Xahişim, istəyim, Pişəvərini mütləq oxuyun Xiyabani ilə bərabər. Oradan böyük ehtimalla oradan sual verəcək. İllik olaraq Çar xəzinəsinə xərac ödənilməli idi. Xanın xarici siyasət məsələləri Çar nümayəndələri razılaşmalı idi. Xan və xanlığın bütün əhalisi əbədi olaraq Rusiyanın himayəsinə keçirdi. Bəli, bu 1805-ci il Kürəkçay müqaviləsinə aid idi. 1805. Kürəkçay müqaviləsini əvvəlcə ilk olaraq 14 mayda Qarabağ imzalayır. Qarabağ. Daha sonra isə Qarabağdan sonra bunu 21 mayda, yəni bir həftə sonra Şəki xanı Səlim xan da imzalamışdı. Və sizi çaşdırmaq üçün soruşa bilər ki, Şamaxı xanlığı da eyni müqaviləni imzalayıbmı? Xeyr, Şamaxı xanı 1805-ci dekabrında imzaladığı müqavilə Kürəkçay müqaviləsinin şərtlərinə oxşar müqavilə idi. Ona görə bu da səhvdir. Yəni Kürəkçay müqaviləsi cavabımız. Qacar qoşunların məğlub olduğu döyüşlərin düzgün xronoloji ardıcıllığına baxaq. Qəmərli 1804. 1804-cü ildə Rus-Qacar arasındadır. Rus-Qacar. Burada Qacar qalibdir. Bizə nə istəyir? Qacarların məğlub olduğunu soruşur. Üçmərcin və Qəmərdə Qacar qalibdir. Bunu çıxırıq. Sərdarabad 27. Qacarlar məğlubdur orada. Yəni bunu götürəcək. Amma ardıcıl istəyəcək. Qarabağ döyüşü 09. Orada Qacarlar qalibdilər. Qalib olduğu üçün bunu götürmürük. Gəncə döyüşü 2-ci Rus-Qacar müharibəsinin gedişatındadır 26-da. Bunu da götürəcəyik. Aslandüz döyüşü 1-ci Rus-Qacar müharibəsinin gedişatında 1812-də. Bu da Qacarlar məğlub olmuşdular. İndi bizdən nə istəyir? Ardıcıl düzməliyik. Yəni 5, sonra 26, yəni 4 və 2. 5, 4, 2. Cavabımız B variantı ardıcıl düzdür. 22. İqtisadi ağırlıq və nüfuz dairələri uğrunda uzaq şərqdə rəqabət kəskinləşdi. Yaponiya qarşısında məğlubiyyət ölkənin beynəlxalq nüfuzuna mənfi təsir göstərdi. Göstərməklə yanaşı, daxili vəziyyəti daha da pisləşdirdi. Mövcud sosial-iqtisadi böhran dərinləşdi. Beləliklə, bu və digər səbəblər inqilabın başlanması səbəb oldu deyəndə artıq məsələmiz həll oldu. Bu, 1904-5 Rus-Yapon müharibəsində Rusların məğlub olmasına işarədir və nəticədə 1905-7-ci ildə Rusiyada inqilab başladı. Rusiyada bu xəritəyə görə hardadır? 2-dir burada. 2 cavab olacaqdır. Bir dəqiqə cavabları göstərdim aşağıda. 2 olacaq harda? Bəli, olacaqdır A variantı.
Rusiya tərəfindən hazırlanmış şərq məsələsi layihəsinin əsas mahiyyətini müəyyən edək. Deməli, Azov və Qaradəniz sahillərini tam işğal edərək bu ərazilərə çıxış əldə etmək istəyirdi. Deməli, şərq məsələsində bəli, Yekaterinanın dövründə ortaya atılmış məsələlərdən biri idi və buna da nail olacaqdı. Harda olacaqdı? Qismən nail olacaqdı. Qaradənizə çıxış əldə edəcək Kiçik Kaynaca müqaviləsində. Dnepr çayından şərqdəki torpaqlı Rusiyanın nüfuzunu möhkəmləndirmək yox, Bosfor Dardanel boğazları üzərinə nəzarətlər keçirməyə çalışırdılar. Şərqi Aralıq dənizi ölkələrində, Aralıq dənizi şərq sahil ölkələrində xristianın himayəsinə çevirmək, bu müqəddəs yerlər uğrunda mübarizə məsələsidir. 1853-56 Krım müharibəsinə aiddir bu. 1-ci Nikolayın dövründə başlanan müharibədir. Çıxdıq. Yunan layihəsini gerçəkləşdirmək istəyirlər, bəli. 1-3-5. Qarabağ xanı Pənahərli xanın tabe etdiyi xanlıqlar müəyyən edək. Biri çıxırıq. İrəvan var, Naxçıvan var. Sonra Təbrizə çıxdıq. Ərdəbil və Gəncə xanlıqları var. 2, 4, 5, 6 bizim doğru cavabımızdır. 27. Kəsranilər sülaləsinin hakimiyyəti dövründə baş vermiş hadisələri müəyyən edək. Kəsranilər sülaləsi nə vaxt idi hakimiyyətdə? Onu xatırlamağa çalışaq. 1027-dən başlayır Kəsranilər sülaləsinin hakimiyyəti. 1382-yə qədər davam edəcək. 82-də. Yəni, Kəsranilər sülaləsinin nümayəndəsi Huşəng, Dərbəndlilərin 82-də gələn ilk nümayəndəsi isə 1-ci İbrahim olacaq. Səlcuq Sultanı Mahmudun yürüşünə qarşı mübarizə aparılması, əzizlərim, 1123-dədir. 1123-cü ildə. Şirvanşahların bu hissəsinə baxın, dairəyə alıram. Çox xahiş edirəm. Bir dənə təkrar baxın o hissələrə. Şirvanşah 11-12-ci əsrlərdə. O hissələrə təkrar baxın. Sual düşür oradan illaki. Hərif, sual verirlər. Bu doğrudur. Teymurilər dövləti. Teymurilər 1370-də yaranıbsa, dövlətinə qarşı döyüşdə iştirak etmiş. Teymurların Azərbaycana yürüşü isə əslində 70 deyil, biz 86 desək daha doğru olar. Teymurların Azərbaycana yürüşü 86-dan başlayır. Burada 82-yə qədər olan hissədir. Gürcü çarı 3-cü Georgiyaya qarşı yönəlmiş qiyamın yatırılması bu 1173-də 1-ci Axıstanın dövründə həyata keçirilmişdir. 1173-cü ildə. Bu da həmin dövrə düşürmü? Düşür. Cəlaliri Şeyx Üveysə qarşı mübarizədə Gürcülərlə müttəfiq olması. Şeyx Üveysə qarşı. Şirvanşahlar Cəlalilərə qarşı mübarizədə Gürcülərin bir ittifaq qurmayıbdır. Bu ifadəni də çıxırıq. Eldənizdə dövlətin vassallığının yenidən qəbul edilməsi Eldənizlərdə 2 dəfə, bir Eldənizin dövründə qəbul etmişdi. Eldənizin dövründə. Bu 1160-cı ildə 1-ci Axıstanın hakimiyyətə gəlməsidir. 1160-da. Birinci budur. Amma yenidən qəbul etdi deyiriksə, bax, yenidən qəbul etdi deyiriksə, bu Qızıl Arslanın dövrünə düşür. Qızıl Arslan. Aydındırmı? 5. Yəni 1, 3, 5 bizim doğru cavablarımızdır. Xronji ardıcılı müəyyən edək. Hilal şəhəri yaxınlığında ərəb qoşunlarının məğlub edilməsi. Hilal şəhərində. Təxminən 8-ci əsrin 30-cu illəri, düzdür, tam o deyil, amma biz 731 deyə bilərik və yaxud da 30-cu illər deyə bilərik. Nə üçün? Yəni, təxmini ardıcılığı rahat düzə bilmək üçün yazdım. 30-cu illərdir. Dərbənd və Şirvan hakimi Şəhriyarla müqavilə imzalanması, bu da 643-cü ildədir. Sonra Cəlmidan döyüşündə ərəb qoşunlarının Sasanilərə qalib gəlməsi, Cənubi Azərbaycan mərzibanı deməli İsfəndiyarla
döyüşdə ərəblər qalib gəlmişlər. Bu da 643-dür. Əvvəlcə 643 budur, sonra ikinci 643 olacaq. Ərəb qoşunları tərəfindən Bələncər şəhərinin tutulması, bu artıq ərəblərin qalib gəldiyi Bələncər döyüşdür. Təxminən 3-cü Bələncər olaraq da bəzən adlandırırlar bunu. 722-ci ildir. 722-də. Ona görə, əzizlərim, ardıcılı belə düzürük. Əvvəlcə cərmidan deyəcəyik, 3 deyəcəyik, sonra 2 olacaq. 643-də ikisi eyni ildədir. Sonra ərəb qoşunları tərəfindən Bələncər. Bu 4 bu olacaq və 1. 3, 2, 4, 1. Ardıcılığımız bu formada davam edəcək. Növbəti sualımıza keçirik. Mahmud. Birinci və ikinci Mahmudun hakimiyyət dövrü. Xüsusi məktəb və kağız istehsal edən ilk müəssisənin açılması. Bu, birinci Mahmudun hakimiyyət dövründədir. Bilirsiniz ki, 18-ci əsrdə ən uğurlu hökmdarlardan biri olmuşdu. Mərkəzi idarəetmə orqanları Avropa nümunəsinin nazirliklər yaradılması B variantı aid olacaqdır 2-ci Mahmuda. Deməli, əzizlərim, bununla bağlı belə bir məsələ deyim sizə. Avropa nümunəsində nazirliklər qurmuşdu kimlər? Birinci Mahmuddur. Sonra Rusiyada birinci Aleksandr var. Rusiyada birinci Aleksandr var. Bir də Yaponiyada İmperator Mutsuhito var. Mutsuhito. Avropa tipli nazirliklər qurmuşdu. Bu üç hökmdarın oxşar cəhəti olaraq qarşınıza çıxa bilər. İmperator Mutsuhito. Sonra hərbi len sisteminin ləğv edilməsi haqqında qərar vermişdi. Mahmud idi. 2-ci Mahmuddur bu. Timar torpağı əvvəlki sahiblərinə geri qaytarılması məsələsi. Bunu çıxırıq. Qumbaratanlardan ibarət qoşun növü yaratmışdı. Bu da yeri. Bu D-ni niyə çıxdıq? Çünki Timar və Ziyamət torpaqlarını ümumiyyətlə ləğv eləmişdi. Onların torpaqlarını əlindən almışdı. Əvəzində isə kompensasiya vermişdi onlara. 1A, Y, 2, B, C. Situasiyanı oxuyaq. 20-ci əsrin 30-cu illərində beynəlxalq vəziyyətin gərginləşməsi Bosfor və Dardanel məsələsi yenidən gündəmə gətirdi. Türkiyənin müraciəti əsasında boğazlar məsələsinə yenidən baxılmaq üçün İsveçrədə konferans çağırıldı. Söhbət gedəcək Montre konferansından. İndi aşağı dəqiqləşdirək. Türkiyənin iştirak etmədiyi müharibə zamanı boğazlar üçün döyüşən tərəflərin hərbi gəmiləri üçün qapadıldı. Yalnız öz ölkəsinə qayıtmaq istəyən gəmilərə keçid verilirdi. Türkiyə özünə hərbi təhdid hiss etdiyi təqdirdə müstəsna hüquqlar əldə edirdi. Konferansda Türkiyədən başqa bir sıra dövlətlər iştirak edir, ancaq ABŞ burada iştirak edə bilmədi. Almaniyadan başqa konferans iştirakçıları yeni konvensiyanı imzaladı. Beləliklə 20-ci əsrin 20-ci illərində yaradılmış Boğazlar Komissiyası ortadan qaldırıldı. Bosfor Dardanel üzərində Türkiyənin suverenliyi tərəfə olundu. Bəli, burada gedirdi konferansımızın adı Montre konferansı 1936. Montre konferansından söhbət gedir. Montre. Sonra 29. Mənbədə bəhs olan konferansda ABŞ-ın iştirakına mane olan amili yazın. Niyə mane olurdu? Çünki ABŞ həmin dövrdə Franklin Roosevelt var və təcridçilik siyasəti yeridirdi. Təcridçilik siyasəti yeridirdi ABŞ-da. Deməli, sonuncu 30-cu sualda mənbədə bəhs olunan dövrdə konvensiya əsasən Türkiyə boğazlarda əldə etdiyi üstünlüklərin
Mənbədə olmayan nəticələrdən ikisini yazaq. Mənbədə olmayan nəticələrdən istəyir. Mənbəyə bir dənə yenidən baxaq. Mənbəni bir dənə oxuyuruq ki, orada mənbədə olmayan nəticələrdən hansılar var? Deməli, qapadıldı, təqdir, hüquqlar əldə etdi. Tamam. Türkiyə onda hansı məsələləri yaza bilirik? Baxaq. Deməli, şahidə, belə deyə bilərik. Dənizə çıxışı olmayanlar. Hansı dənizdən söhbət gedir burada? Qara dənizə. Qara dənizə deməli, çıxışı olmayan ölkələrin çıxışı bağlandı. Çıxışı olmayan ölkələrin olmayan ölkələrin boğazlardan keçməsi qadağan olundu. Boğazları keçməsi qadağan olundu. Bu bir. İkinci məsələ bizə ən azı 2 nəticəsini istəyir. Türkiyə boğazlar məsələsində böyük üstünlük qazandı. Türkiyə böyük üstünlük qazandı deyə bilərik. Böyük üstünlüklər əldə etdi. Üstünlük əldə etdi. Bəli, bunları deyə bilərik. Və yaxud da belə bir şey də ola bilər ki, artıq başqa ölkələrin gəmilərinin keçilməsində orada boğazlara nəzarət, onların tənzimlənməsi, nizamlanması sadəcə türklərə aiddir, Türkiyəyə aiddir. Bu məsələləri də əlavə edə bilərik.